Bu gün makyaj eləyirəm. Yaxşı eləyirsən çəksin, amma düz eləmirsən. Videonu isə qardaşım editləyir. Deməli, qardaşımın çox maraqlı bir xüsusiyyəti var. Bu insan hər səhər, amma hər səhər mənə WhatsApp-da başlayır yazmağa. Salak, aptal, geri zekalı. Sabahın xeyir. Yəni niyə eləyir, hələ də məlum deyil. Ben de bundan keyif alıyorum. Var mı itirazın? Daha sonra. Harasa gedirəm. Ondan soruşuram, necə olmuşam? Onun verdiyi cavab sizcə nədir? Nə? İtə oxşuyursan. Bunu da nəsə çox vurdum. Ancaq artıq mən də nə etməli olduğumu bilirəm. Ne kadar inanarak boş konuşuyor görüyor musunuz? O nəyə pis deyirsə, deməli yaxşıdır. O nəyi bəyənirsə, o şey çox pisdir. Xüsusilə də aldığım paltarlara, etdiyim kombinlərə çox zorbalıq görürəm. Vay. Ağzımla kuş tutsam yarana bilmirəm dedikləri bu olsa gərək. Bir sus be. Bu videonu editləyəndə də üzümə pis şeylər qoyacağına o qədər əminəm ki. Ancaq belə ümumi olaraq götürsək, yaxşı insandır. Şübhəli. Mikrofon koy yere. Bu da makyajımın son halı. Necə oldu? Oy mama katı. Məlum şəxsin pis deyəcəyini buradan hiss edirmiş kimiyəm. Çok mu komik? Bu günlük bu qədər, sağ olun.